Salam, bugün sizlərlə funksiya və qrafiklərin ikinci bölməsi, yəni kvadratik funksiya, onların qrafikləri və grafiklərin çevirmələri. Son zamanlar bu qrafiki oxumaq düşür. Yəni oxuyub onu məsələyə, misala tətbiq eləmək düşür. Gəlin birinci qaydaları yadımıza salaq. Kvadratik funksiya təbii ki ax kvadrat bx plus c şəklində olan çoxhədli şəklində verilir. Həmişə birinci kvadratı yazın, sonra x-i, sonra sərbəst həddi. Uşaqlar, x kvadratının əmsalı yuxarı və ya aşağı olduğunu göstərir. Məsələn, tutaq ki, y bərabərdir 3x-in kvadratı. Bu onu göstərir ki, üzü yuxarıdır. Amma y bərabərdir mənfi 2x-in kvadratı. Bu onu göstərir ki, parabola üzü aşağıdır. Bu x, y-i qoyun. Oxlar qoyulmalıdır. A-nın necə olduğunu bildiniz. X-in kvadratı A-ydı. İndi görək B nəyi göstərir? Uşaqlar, baxın A-nı dedim. Amma burada B-nin nəyi göstərdiyini bilmək üçün ilk növbədə C-ni bilməliyik. Gəlin C-ni deyək. C nədir? Sağda göstərirəm. Uşaqlar, dedik ki, parabolanın tənliyi ax kvadrat bx üstəgəl C-dir. Bax, sərbəst hədd y-i kəsən nöqtədir. Burada y-i kəsən nöqtə nədir? C-dir. Yəni, məsələn, baxın. Parabola y-i 7-də kəsirsə, c-si 7-dir. 3-də kəsirsə, c-si 3-dür. Yəni, neçədə kəsirsə y-i, məsələn, belə bir şey verilib. Y-i mənfi 1-də kəsirsə, c-si mənfi 1-dir. Anladınız mı? C, y-i kəsən nöqtədir. Bəs indi görək B nədir? 2 dənə funksiya çəkəcəm, baxın, görüm. Uşaqlar, y kəsəndən sonra, yəni C nöqtəsindən sonra, həmişə sol tərəfdən baxın, yuxarı qalxırsa B-si müsbətdir, y kəsəndən sonra aşağı düşürsə, uşaqlar, y kəsdiyi nöqtə C-dir. Y kəsəndən sonra aşağı düşürsə B-si mənfidir. Anladınız mı? Yəni, bu mütləq bunun istiqamətindən asılı deyil. Amma mən sizə bir şey göstərərəm ki, üzü aşağı olsun, amma B-si müsbət olsun. Gəlin göstərim. Baxın, y-i kəsəndən sonra, yəni C nöqtəsindən sonra nə edib? Yuxarı qalxıb, B-si müsbətdir. Yəni, gördünüz, üzü aşağı olub, B-si müsbət də ola bilər. B-nin müsbət və ya mənfiliyi y-i kəsəndən sonra yuxarı qalxırsa B-si müsbətdir, y-i kəsəndən sonra aşağı düşürsə B-si mənfidir. Yəni, o mütləq C-dən asılıdır. İndi təbii ki, diskriminant, kvadrat tənliyi, kvadratik ifadə, kvadratik funksiyadan danışırıqsa, diskriminantdan danışmamaq ecib olar. Uşaqlar, nə vaxt 2 dənə kökü olur? Diskriminant 0-dan böyük olanda. Eynən nə vaxt x-i 2 nöqtədə kəsir? X kök deyildi, uşaqlar. X-i 2 nöqtədə kəsirsə nədir? Diskriminantı 0-dan böyükdür. X-i 1 nöqtədə kəsirsə və ya 1 nöqtədə toxunan deyirik. X-a 1 nöqtədə toxunursa nədir? Diskriminant mənfidir. Ümumiyyətlə, X-a toxunmursa nədir? Ümumiyyətlə, yəni uşaqlar, x-i yoxdur da, kök olmayanda nə olurdu? Diskriminant mənfi olurdu. Çünki mənfidən kök çıxmırdı. İndi gəlin şəkil üstündə göstərim, deyin görək. Məsələn, baxın görüm. Qara ilə göstərim. Uşaqlar, x-a dəyib. Ümumiyyətlə, x-a dəyməyib, baxın. Deməli, diskriminant mənfidir. X-a neçə nöqtədə dəyib? 2 nöqtədə x-a dəyib. Demək ki, diskriminantı 0-dan böyükdür. İndi bir daha buna baxın. Qara ilə çəkirəm ki, dəqiq görəsiniz, xəttlər qarışmasın. X-a neçə nöqtədə dəyib? 1 nöqtədə. Deməli, diskriminant 0-a bərabərdir. Bildinizmi? X-a 1 nöqtədə dəyirsə, diskriminant 0-a bərabərdir. 2 nöqtədə dəyirsə, 0-dan böyükdür. Ümumiyyətlə, x-a toxunmursa, diskriminantı mənfidir. Diqqətli olun. Parabolanın, uşaqlar, bu həm də qrafiklərin adı nədir? Parabola. Bu parabolanın tənliyinin digər formasından danışaq. Bax, bu dəqiqə ümumiləşdirim. Parabolanın 2 cür tənliyini qura bilərik. Bir bu, ax kvadrat bx plus c şəklində. Bir də, uşaqlar, kvadratı axı belə də yaza bilərik. X çıx m-in kvadratı üstə gəl n şəklində. Bunu uşaqlar təpə nöqtələrlə göstəririk. Burada da təpə nöqtələri onsuz düsturla tapırıq. Təpə nöqtənin koordinatları bilirsiniz də m-dir. Burada m-lə n-i düsturla tapıram. M-in düsturu nə idi? Mənfi b böl 2a. N-nın düsturu nə idi?
4ac çıx b kvadrat böl 4a. Burada yəni düsturla tapacağım. Amma burada heç nə. Kökün və ya kvadratın və ya mötərizənin içini sıfıra çevirən bir şey m-dir. Çöldə gördüyünüz n-dir. Bu qədər sadə. Məsələn, birini burada göstərim. İstəyirsiniz gəlin, çox elə birincini göstərim. Uşaqlar, mötərizənin içini sıfıra çevirən m-dir. Yəni m-imiz 3-dür. Çöldə gördüyünüz n-dir. Yəni n-imiz 5-dir. Altıncını şəklini gəlin çəkək. Uşaqlar, müsbətlə başlayırsa üzü yuxarı olmalıdır. Üzü yuxarı çəkəcəm. Təpə nöqtəsi 3 ilə 5. Uşaqlar, x-i 3, birinci gördüyünüz həmişə x olur. X-i 3, y-i 5 olan nöqtədən başlayan bir dənə parabola çəkirəm. Qara ilə çəkirəm ki, qarışmasın. Bildinizmi? Təpəsi buradan başlayır və belə gedir. Uşaqlar, elə tam buradaykən mən sizə simmetriya oxu haqqında danışmaq istəyirəm. Deməli, parabolanın düz ortasından keçən xətt onun simmetriya oxudur. Və simmetriya oxunu misalda, məsələdə görən kimi m yazırsınız. M, malik. Həqiqətən baxın, simmetriya oxu hansı nöqtədən keçir? Təpə nöqtəsinin m-indən keçirmi? 3. Ona görə bu simmetriya oxunun x-i elə m-dir. Y n olmaya bilər, y başqa qiymətlər ola bilər. Amma məhz simmetriya oxunun x-i nədir? M-dir. Yəni təpə nöqtənin x-indən eynidir. Uşaqlar, təpə nöqtənin x-i m olur, y n olur. M-in təpə nöqtənin koordinatlarıdır. Məhz simmetriya oxunun da x-i elə m-dir. Anladınızmı? Çünki düz mərkəzdən keçir, yəni təpədən keçir. Ona görə x-i m-dir. Amma y üstənilən bir qiymət ola bilər. Çünki biz bilmirik axı simmetriya oxunun harasından nöqtə götürülüb. Anladınızmı? M-nin n-i simmetriya oxudur. Aha, indi bu 7-ci qaydanı hamınız bilirsiniz. Bütün ədəd oxunda deyirsə, mənfi sonsuzluq, müsbət sonsuzluq deyirsə, həmişə sözünü deyirsə, bütün ədəd oxunu çox deyir, bütün həqiqi qiymət deyirsə, bütün ədəd oxu deyirsə, bu həmişə deməkdir. Həmişə sözünü eşidən kimi diskriminant mənfi yazırsınızmı? Desə ki, həmişə müsbət, A-nı müsbət götürəcəksiniz. Desə ki, həmişə mənfi, onsuz həmişə sözünü eşidəndə mən diskriminant mənfi yazıram. Həmişə mənfi desə, A-nı mənfi götürəcəksiniz. Bu qədər sadə. Anladınızmı? Həmişə müsbətdə A müsbət, həmişə mənfidə A mənfi olur. İndi mən sizə 8-ci və 9-cu qaydaları danışmaq istəyirəm. Artma aralıq nədir? Azalma aralıq nədir? Bu da təpə nöqtələrlə bağlıdır. Parabolanın ən vacib elementi nədir? Onun təpə nöqtəsi, yəni m-ni. M-n. Məsələn, m olsun 3, n olsun 1. Təpə nöqtəsinin x-i m-dir, y-i n-dir. Yəni, düz elə bir başladığı yerdə parabolanın. Uşaqlar, artma və ya azalmadan danışarkən x oxuna baxıram. X-a hara? X-a baxıram. X-in üzərində olan nöqtə nədir? 3. Görünən göstərim 3. Uşaqlar, mənfi sonsuzluqdan 3-ə qədər, baxın baba, mənfi sonsuzluqdan 3-ə qədər. Görün qrafik nə olub? Üzü aşağı gəlib, yəni nə eləyib? Azalıb, yazıram. Mənfi sonsuzluqdan 3-ə qədər nə olub? Azalıb. Bəs görək qrafik nə vaxt artır? Bir dənə baxın, belə yöndə gedəndə qrafik artıb. Deməli, 3-dən müsbət sonsuzluğa qədər qrafik nə eləyir? Artır. Anladınızmı? Mənfi sonsuzluqdan 3-ə qədər qrafik azalır, 3-dən müsbət sonsuzluğa artır. Bunu niyə öyrədirik? Uşaqlar çox vaxt götürür, uşaqlar 1-ə baxırsınız. Xeyr, artma azalma deyəndə ancaq x oxuna baxıram. X oxunun üstündə bir dənə qiymət var, 3. Bildinizmi? Yadda saxlayın. Artma azalma deyəndə x oxu, yəni absis oxu. Bu belə. Bəs qiymətlər oblastı deyəndə nəyə baxırıq? İndi y-ə baxırıq, yəni nəyə? Ordinat oxuna. Ordinat oxuna indi baxırıq. Məsələn, çəkim yenə. Məsələn, belə bir funksiya verilib. Məsələn, təpə nöqtəsi, uşaqlar, bu sərgəl çəkim görəsiz ki, həqiqətən parabolanın ən vacib elementi. Yəni, sizdən nə isə soruşanda təpəyə baxın. Təpə nöqtənin, məsələn, x-in versin, -1, y-in olsun, müsbət 1. Düzdür? İndi bu dəfə artma azalma yox. Deyir ki, hardan, yox, harda təyin olunub, yəni qiymətlər oblastı və ya qiymətlər aralığını deyir tap. Qiymətlər oblastı və ya aralığı deyir tap. Görək. Uşaqlar, bu dəfə n-ya baxırıq. Axı, qiymət y-dir. Sonuç aldığı qiymət deyil, y-dir. Bu parabola hardan başlayıb?
1-dən. Yəni, bu dəfə y-ə baxırıq. Y oxunun üstündə görün nə var? 1. 1-dən hara doğru gedir? Müsbət sonsuzluğa doğru gedir. Anladınız mı? Biz bəs axı təpə nöqtə dedik. Təpə nöqtənin y-i y deyil, nədir? N. Təpə nöqtə mn deyildi uşaqlar. Baxın, yazım mn. N-ə baxıram. N-dən müsbət sonsuzluğa. Uşaqlar, amma parabola üzü aşağı olsaydı, qayda deyirəm, yəni şəkil üstündə öyrənməyin. Bu dəfə də mənfi sonsuzluqdan n-ə qədər olardı. Məsələn, gəlin göstərim. Üzü yuxarı olanda uşaqlar təpə nöqtənin n-dən müsbət sonsuzluğa, üzü aşağı olanda mənfi sonsuzluqdan n-ə. Məsələn. Parabolanın təpə nöqtəsinin x-ini götürək, 1, y-ini götürək, -1. İndi bir də baxın görüm, parabola ən maksimal nəyi alıb? -1 alıb, hə? Qiymət olaraq. Ümumiyyətlə, y-ə baxın da. Ya da gəlin şəkil üstündən şey eləməyim. Çünki imtihanda hamınız şəkil üstündən eləyə bilməyəcəksiniz. Təpə nöqtəsi 1 ilə -1-dir. Biz də dedik ki, n. Hardan hara oldu? Mənfi sonsuzluqdan -1-ə. Amma həqiqətən də gözünüzlə görürsünüzmü? Ən böyük -1 alır, ondan kiçik qiymətləri də alır. Yəni, mənfi sonsuzluqdan -1-ə qədər bütün qiymətlər alır. Diqqətli olun, yəni qiymət deyəndə y-ə, yəni n-ya baxırsınız, n-ya. Amma artma, azalma deyəndə x-ə baxırsınız. Bu qədər artıq keçib baxa bilərik suallara. Baxaq birinci suala. Deyir ki, mötərizənin içində olan həmişə x olur. Fx bərabərdir y. Deyir, x-ı -3-dür, y-i 10-dur. X-ların yerinə -3 qoyacam, y-in yerinə nə qoyacam? 10 qoyacam. Yazıram. Uşaqlar, həmişə də bilirsiniz ki, birinci böyük dərəcədə çox ədlər yazılır, sonra balaca. Yəni, birinci bu tərəfi götürürəm. A vur -3-ün kvadratı, yəni 9a. B vur -3, yəni -3b. Üstə gəl 7, bərabərdir 10. 9a çıx 3b. Uşaqlar, -3-ü, axı x -3 idi. -b-ni -3-ə vuranda, mənfini mənfiyə vuranda nə edir? Müsbət, burada müsbətdir. Ondan 7-ni çıxın, 3. Bizdən soruşur ki, 3a üstə gəl b-ni tapın. 3a üstə gəl b-ni tapın. Görün, neynəsək, hər tərəfi 3-ə bölsək, 3a üstə gəl b eləyər. Sol tərəfi 3-ə böldümsə, sağ tərəfi də 3-ə bölürəm. 3-ü 3-ə böləndə 1 eləyir. Cavabımız oldu 1. Üçüncü suala baxın, öyrəşəsiniz. Deyir, absisi ardinantına bərabər olsun. Yəni, x-i y-nə bərabər olsun. Absisi x-dır. Yəni, y-in yerinə x qoyun, x-in yerinə y qoyun. Burada çoxlu x-lər görəmsə, bunu da çevirib x edirəm. Yazıram ki, yenə birinci böyük dərəcəli çox ədlini götürürəm. Yəni, bu tərəfi yazıram. X kvadrat çıx 5x. Üstə gəl 9. Bərabərdir x. Alınır, hər tərəfi bir tərəfə yıxsam. X kvadrat çıx 6x. Üstə gəl 9. Bərabərdir 0. Bu da kvadratdır, bu da kvadratdır. Deməli, x çıxsın kvadrat düsturudur. Onda x-imiz neçədir? 3-dür. Biz də bayaq şərt verdik ki, x y-ə nədir? Bərabərdir. Sizcə bərabərdirsə, x 3-dürsə, y 4-dür. Mötərizədə birinci x, sonra y yazılır. D variantı. 5-ci sual. Deyir, bu nöqtə funksiyanın qrafikdir. Yəni, birinci gördüyünüz x, ikinci gördüyünüz y. X-ların yerinə 2 qoyun. Y-lərin yerinə qoyursunuz, -5. Yenə birinci böyük dərəcəli çox ədlini, yəni sağ tərəfi götürürəm, buranı. 2-nin kvadratı 4. 2b çıx 5 bərabərdir. Y-in yerinə qoyuram, -5. Olur, -1 çıx 2b bərabərdir, -5. Mənə b lazımdırsa, məchulu bu yanda saxlayıram. Bunu oyuna keçirəm. -5-in üstünə 1 gələndə -4. Hər tərəfdən mənfilər gedir. B neçə qalır? 2. B-nin yerinə 2 qoyub tənliyi yazıram. X kvadrat çıx 2b. Uşaqlar, B-nin yerinə 2 qoyduqsa, B2-dir. X qalır. Çıx 5. Deyir ki, təpə nöqtənin koordinatları tapın. Diqqətli olun, təpə nöqtə nədir? MN. Bunu bilməyən uşaqlar var. Təpə nöqtə MN-dir. M-lə N-in düsturunu deyirəm, yazın görüm. M-in düsturu -b bölü 2a hər dəfə buraxılışa düşür. Buraxılışa düşür, ha, bloku boş verin hələ. Buraxılışa düşür. İndi üçün yerinə qoyaq. -b, -2-ni mənfiyə vuranda müsbət 2 böl 2 dənə a. Eləyir 1. Uşaqlar, 4 dənə a-cı, 4 vur, 1 vur, -5. Çıxılsın -2-nin kvadratı bölünsün 4 dənə a.
Uşaqlar, mənfi 20-dən 4-ü çıxanda mənfi 24, mənfi 24-ü 4-ə böləndə mənfi 6. Deməli, 1 ilə mənfi 6. Bu da belə. Diqqətli hesablayın. Görürsünüz, bütün variantlar bir-birinə oxşur. 7-ci sual. Emenin düsturunu bilməyən heç nə imtihana girməz. Deyir ki, qrafika apsis oxunu bu nöqtədə kəsir. Uşaqlar, x-i kəsirsə, y nədir? 0-dır. Yəni, imtihanda bunu sizə verməyəcək, burada kömək üçün verib. Y-i kəsirsə, x-i nədir? 0-dır. İmtihanda verməyəcək, özünüz bilməlisiniz. Y-i kəsirsə, x-i 0-dır. İndi gəlin baxaq, bizə verib deyə biz rahat yerinə qoyacaq. Bir dəfə x-ların yerinə 1 qoyacam. 7-ci sual köçürürəm. Birinci yenə böyük dərəcəli çox ədlini köçürürəm. X-ların yerinə 1 qoyuram. Deyir, bərabərdir 0-a, özü deyir, y-i 0-dır. İndi bir dəfə də bunu qoyuram. X-ların yerinə 0 qoyuram, uşaqlar. Y-in yerinə mənfi 4 qoyuram. Hesablayaq. Burada alınır 1 üstə gəl, B üstə gəl, C bərabərdir 0. Burada alınır ki, 0-ın üstünə 0 gələndə 0, C bərabərdir mənfi 4. C-ni mənfi 4 tapdımsa, gətirib burada yerinə qoyuyorum. Alınır ki, B çıx 3 bərabərdir 0, onda B nəyə bərabərdir? 3-ə. Bizə də deyir, B-ni tapın 3. Valla sadədir. 13-cü sual. Bunlara əzizbərə bilirsiniz onsuz. Üzü yuxarıdırsa A müsbətdir. B-ni tapmaq üçün birinci C-ni tapmalıyam. Burada kəsib. Kəsən nöqtə C-dir. Bax, uşaqlar, 0-dan yuxarıda kəsibsə C-si müsbətdir. Bu da doğrudur. Bizə deyir, doğru deyili tapın. Uşaqlar, kəsəndən sonra nə edib? Yuxarı qalxıb. Həqiqətən B də müsbətdir. Kəsəndən sonra yuxarı qalxırsa, hər şeyə soldan baxırsınız. Hər şey soldan başlayır. Kəsəndən sonra yuxarı qalxırsa nədir? Müsbətdir. B, bu da doğrudur. Uşaqlar, C müsbətdir, A müsbətdir. Müsbəti müsbətə böləndə nə edəcək? Müsbət. Amma burada deyir, mənfi edir. Demək ki, A variantı səhvdir. Amma gəlin D-ni da yoxlayaq. Bu nədir? B kvadrat çıx 4AC. Diskriminant. Deyir, diskriminant mənfidir. Diskriminant mənfidirsə kök yoxdur. Kök yoxdursa x-i kəsmir. Yəni x-i yoxdur. Həqiqətən baxın, x-in üstündə görün nöqtə var ki, yox. Həqiqətən x-i kəsməyib, bax, yuxarıdadır. Həqiqətən diskriminantı mənfidir. Bu doğrudur. Bir dənə səhv olan A variantıdır. Çünki müsbəti müsbətə böləndə müsbət eləməliydi, amma burada mənfi yazıb. 15-ci çox maraqlıdır. Bir ara dəhşət düşürdü. Uşaqlar, parabolanın ən vacib elementi təpə nöqtəsidir. Təpəsinə baxıram. Təpə nöqtənin koordinatları M-lə N-dir. Uşaqlar, X-i göstərən M-dir. Baba, M-i deməli neçədir? 2-dir. Y-i göstərən N-dir. N-i neçədir? Mənfi 3. 15-də gəlin onda parabolanın tənliyini buraya yazaq. Tənliyi budur. X çıx M-in kvadratı üstə gəl N. Biz M-i tapdıq 2. Gətirəm M-in yerinə 2 qoyuram. N-i tapdıq mənfi 3. N-in yerinə mənfi 3 qoyuram. Gəl variantlara baxaq. X çıx 2-nin kvadratı çıx 3. Bu getdi. Bu getdi. Bu getdi. Qaldı B ilə D. Birində 4-də 1-dir. Birində 2-də 1-dir. Uşaqlar, biz onu bilə bilmərik. Burada görürəm ki, qıraqda bir dənə nöqtə verib. Nə ilə göstərim sizə? Yaşılla göstərəm. Bu mənfi bir nöqtəsini görürsünüz. Uşaqlar, nöqtənin həmişə 2 dənə koordinatı olur. Nöqtə Y oxunun üzərindədir. Deməli, Y var, gördüyündür. X-i yoxdur. Deməli, uşaqlar, X-i 0, Y-i mənfi 1 olan nöqtədir. Buraya yazıram. X-i 0, Y-i mənfi 1 olan nöqtədir. İndi bir-bir yerinə qoyuram. Görüm hansı, bu ikisindən, B ilə D-dən. Hansında X-a 0 verəndə Y 1 olacaq. 0-dan 2-ni çıxın, mənfi 2. Mənfi 2-nin kvadratı 4. 4-ü 4-də 1-ə vuranda birinci vurma yerinə yetirilir. Edir 1. 1-dən 3-ü çıxanda mənfi 2 eləyir. Amma uşaqlar bizə nə eləməlidir? Mənfi 1. Deməli, bu da getdi. Gəlin D-ni yoxlayaq. 0-dan 2-ni çıxıram, mənfi 2. Mənfi 2-nin kvadratı 4. 4-ü 2-də 1-ə vuranda, yəni 2-yə böləndə edir 2. 2-dən 3-ü çıxın, mənfi 1. Həqiqətən də mənfi 1 elədi. Demək ki, variantımız nədir? D variantı. Maraqlı sual idi. 17-ci sual. Qiymətlər oblastı deyirsə, N-ya baxıram, N. Əgər müsbətlə başlayırsa, N-dan müsbət sonsuzluğa. Əgər mənfi ilə başlasaydı uşaqlar, mənfi sonsuzluqdan N-ə. Gəlin indi baxaq, bunun heç də bir dənə N-sını tapacam. N-nın düsturu 4AC çıx B kvadrat böl 4A. Aşağısından yazacağam. Uşaqlar, A 1-dir, B 2-dir, C-də 19-dur. Gözdən qırmızı ilə yazım. A-nın yerinə 1 qoyuram, C-nin yerinə 19 qoyuram, 2-nin kvadratı 4-dür, 4 dənə 1.
4 vur 19-dan, yəni 76-dan 4-ü çıxıram, edir 72. 72-ni 4-ə böləndə edir 18. Uşaqlar, müsbətlə başlayırsa nə idi? 18-dən müsbət sonsuzluğa qədər gedəcək. Yəni C variantı. Diqqətli olun. 18-i alırıq. Çünki uşaqlar bir dənə düşünün. Qırmızı ilə çəkəcəm ki, yadınızda qalsın. Parabola harada təyin olunubsa, bir dəqiqə, təpə nöqtə ilə parabolaya aiddir. Yəni bu nöqtəni alır. Parabola bu 18-i alıb və 18-dən yuxarı hələ digər qiymətləri də alır. Bildinizmi? Yəni mütləq təpə nöqtə daxil edilməlidir. Y variantı ola bilməz. Çünki parabolanın təpəsi parabolanın bir hissəsidir. Yəni həmin nöqtədə təyin olunub. 19-cu sual. Deyir ki, iki müxtəlif nöqtədə kəsir. X-i kəsirsə, üstəlik iki müxtəlif nöqtədə kəsirsə diskriminant nədir? 0-dan böyük. 19-cu sualda diskriminantı tapıb 0-dan böyük eləyəcəm. Bu A-dır, bu B-dir, bu da C-dir. Yazıram diskriminantın düsturu. B kvadrat çox 4AC böyükdür 0-dan. B, görün B-nin yerində nə yazılıb? A. A-nın yerində 1, C-nin yerində 36. Deyir A kvadrat çox 144 böyükdür 0. 144 nədir? 12-nin kvadratıdır. Nəyisə kvadratından nəyisə kvadratını çıxanda bir dəfə çıxıram, bir dəfə toplayıram. Kökün biri 12-dir, biri mənfi 12-dir. Əldə doxunda birinci bir kiçiyi, sonra böyüyü qeyd edirəm. A-lar müsbətdir deyə müsbət, mənfi, müsbət. Bizdən müsbət aralıq istəyir deyə müsbətləri qeyd edirəm. Görün hardadır? Mənfi sonsuzluqdan 12-yə, bir də 12-dən müsbət sonsuzluğa. Y variantı uşaqlar, baxın mənfi 12-yə. Diqqətli olun. Sonra baxırıq 25-ə. Maraqlı sual oxşur, amma çox sadədir. Deyir ki, F1 8-dən böyükdür. Uşaqlar, yəni X-in yerinə 1 qoy, 8-dən böyük edək. X-in yerinə 1 qoyun görün. A vur 1-in kvadratı, üstə gəl B vur 1, üstə gəl 1 böyükdür 8-dən. Bir dəfə də deyir ki, X-in yerinə mənfi 1 qoyun, indi də mənfi 1 qoyaq. X-ların yerinə mənfi 1 qoyun. A vur mənfi 1-in kvadratı, B vur mənfi 1, üstə gəl 1. İndi nədən böyük olsun? Mənfi 2-dən. Şöyle 2 dənə sistem təyin quraq. Birincidə alınır ki, A üstə gəl B böyükdür 7-dən. İkincidə alınır ki, A çıx B böyükdür mənfi 3-dən. Biz də 1-2 əks ədədlər görəndə toplayırıq ki, ixtisar getsin. 2 dənə A böyükdür, 7 ilə mənfi 3-ü toplayın 4. Onda A nədir? 2-dən böyükdür. 25-də oldu C variantı. Diqqətli olun. 2-dən böyüksə C. 32-ci sual. Deyir ki, bu funksiya mənfi 2 olduqda, x-i mənfi 2 olduqda 7-yə bərabər olan ən kiçik qiymətini alır. Uşaqlar, ən böyük ən kiçik qiymət mn deyil. M yəni mənfi 2 olduqda n 7 alır. Onu demək istəyir. Və deyir x 0 olduqda isə 15 alır. Heç nə bizə 3 dənə bir şey verib. Gəlin bir-bir eləyək də. 32. Bura köçürəm ki, burada görək. Birinci M-in düsturunu yazaq. M nə idi? Mənfi B böl 2A. Deyir mənfi 2-dir. Sonra N-nın düsturunu yazaq. Çünki deyir N-sı 7-dir axı. 4AC çıx B kvadrat bölünsün 4A-da deyir 7-dir. Bir dənə də hələ deyir ki, bunu hələ tapaq. Mənfilər gedir. B böl 2 dənə A bərabərdir 2. Məxrəc yoxdursa məxrəcə 1 yazıram. Çarpaz vururam. B bərabərdir 4 dənə A. Burada istəsəz B-nin yerinə 4A-nı gətirib qoya da bilərsiniz. İstəsəz qoymaya da bilərik. Hələ ki bunu tapdıq. Bunu hələ ki həll eləmədik. Çünki məhsul çoxdur. Bir də indi bunu həll edək. Deyir x-in yerinə 0 qoy 15 alınsın. Burada x-in yerinə 0 qoyanda deyir 15 alınır. 0, 0 nə qalır? C deyir 15 alınsın. Deməli C 15-dir. Düzdür? Uşaqlar x-in yerinə 0 qoyun. Üstə gəl C bərabərdir 15. Onda C 15-dir. Onda burada heç nə artıq həll edə bilərik. Çünki məhsulun biri tapıldı. Yazıram 4 vur, A vur 15, çıxılsın B. B-ni nə tapmışıq? 4A. 4 dənə A-nın kvadratı 16 dənə A kvadrat edir. Bölünsün 4A bərabərdir 7. Aşağıda yazıram. 4 dənə A-nı 15-ə vuranda neçə eləyir? 60 dənə A. Çıxılsın 16 dənə A-nın kvadratı. Bölünsün 4A bərabərdir 7. Məxrəcdə bir dənə ifadə olanda bir-bir bölün demişəm. Uşaqlar, birinci bunu böləcəm, sonra bunu.
60A-nı 4A-ya böləndə qalır 15 dənə A. 16A-nın kvadratını 4A-ya böləndə qalır 4 dənə A. Bərabərdir 7. Uşaqlar. 60A-nı 4A-ya böləndə qalır 15. A-sı itir axı. A-ları A-ya böləndə itir. Qalır nə burada? Baxın görün. Mənfi 4A bərabərdir. 7-dən 15-ə çıxın. Mənfi 8. Mənfilər gedir. A nəyə bərabər olur? 8-i 4-ə bölün 2-yə. A-nı tapdım 2. Qırmızılayaq. C-ni 15 tapdıq. A-nı 2 tapdıq. A-nı 2 tapdıqsa qoyun yerinə. 4 vur 2. B-də 8. Görün hardadır? A 2, B 8, C 15. C variantı. Diqqətli olun. Maraqlı sual idi. 34. Oxuyaq görək nə deyir. Deyir 2 mənfi 5 nöqtəsi bu qrafikin simmetriya oxu üzərindədir. Simmetriya oxu sözün görən kimi bu simmetriya oxunu M götürürsünüz. X-ını M yazırsınız. Baba, X-ına M yazıram. Deməli, M-i nədir? 2-dir. Amma bunu bilmirik. Onda gedək tənliyimizi köçürək. 34-cü sual. Y bərabərdir. Mənfi 2x-in kvadratı. Üstə gəl k üstə gəl 2x. Üstə gəl 2. M deyir ki 2-dir. M-in düsturunu yazım. Mənfi b bölü 2a deyir 2-dir. Uşaqlar a, b, c. Deyir mənfi k üstə gəl 2 bölünsün 2 dənə mənfi 2 bərabərdir 2-yə. Uşaqlar bu mənfilər gedir. Məxrəc yoxsa məxrəcə 1 yazıram. Alınır k üstə gəl 2 vur 1 bərabərdir 2 vur 4 yəni 8-ə. K-nı tapıram mı 6? K-nı 6 tapandan sonra gətirib tənlikdə yerinə qoyuram. Burada yazmışıq da burada K-nın yerinə 6 qoyuram. Burada yazıram. Y bərabərdir. Mənfi 2x-in kvadratı. 6-nın üstünə 2 gəlin. 8x üstə gəl 2. Deyir ki, parabolanın təpə nöqtəsinin ordinatını tapın. Təpə nöqtə uşaqlar MN deyildi. Deyir bunun y-in tap. Bu x-idir, bu da y-idir. Yəni n-nı tap. N-nın düsturunu qoyun yerinə də. 4ac çıx b kvadrat bölünsün 4 dənə a. Yazıram. 4 dənə mənfi 2, 2 çıxılsın 8-in kvadratı bölünsün 4 dənə mənfi 2. 8 mənfi 16 çıx 64 bölünsün mənfi 8. Mənfi 80-i mənfi 8-ə böləndə neçə eləyir? 10. Uşaqlar deməli cavabı tapdıq 10. Diqqətli olun. 38. Deyir ki, M parametrinin hansı qiymətində x-in istənilən həqiqi qiyməti. İstənilən həqiqi qiymət nə deməkdir? Həmişə, yəni istənilən həqiqi qiymət, yəni həmişə müsbət qiymət alır. Biz də həmişə sözünü eşidən kimi nə yazırdıq? Diskriminant mənfi. Müsbət deyirsə də nə yazırdıq? Birinci ifadəni müsbət edirdik. İndi köçürək. Uşaqlar dedik, nə edirik? Birincini sıfırdan bölgələyirik, çünki müsbət deyir. Onda m-i tapırıq ki, mənfi 2-dən böyükdür və bunu unutmadan burada saxlayırıq. İndi ikinci nə edirdik? Bunu yoxladıq uşaqlar. İndi diskriminantı mənfi eləməliyik. Diskriminantın düsturu b kvadrat çıx 4ac-dir. Bunu mənfi edirəm. Yəni a, b, c. Yazıram. B-nin kvadratı səbirli olsa alınacaq. 4 dənə a, c. Mənfi edirəm. Olur a kvadrat üstə gəl 2ab üstə gəl b kvadrat çıxılsın 4 dənə. A çıx b-ni a üstə gəl b-yə vuranda nə olur? Çıxa baxıram. A kvadrat çıx b kvadrat edir. Uşaqlar, qarşısında 4 var. Bu 4-ü yeməyin. 4 var. Olur m kvadrat plus 4m üstə gəl 4 çıxılsın 4m-in kvadratı üstə gəlsin 16 kiçikdir 0. M kvadratından 4 dənə m-in kvadratını çıxanda mənfi 3 dənə m-in kvadratı qalır. Üstə gəl 4m üstə gəl 20 kiçikdir 0. Uşaqlar, normalda mən bərabərsizlik həll eləyəndə baxın, köklər tapıb, ədəd oxunda qeyd edib, aralıq tapıb, həmin aralığı cavab götürürəm. Amma burada kökləri rahat tapa bilmirəm. Viyyətlə normalda tapırdıq. Tapa bilmirəmsə məcburam ki, diskriminantla tapım. İmtihanda dirənməyin ki, bunun kökünü necə tapım? Diskriminantla. Diskriminantın düsturu b kvadrat çıx 4ac. Gözün donu açılsın yazacaq.
4-ün kvadratı 16, 4 dənə mənfi 3 vurulsun 20. Görək nə alınır? Mənfi mənfi müsbət eləyir. 12-ni 20-yə vuranda 240 eləyir. Yəni 256. Uşaqlar, m-dirsə köklər də var. M kvadrat deyil. Deməli 2 dənə kökü var. M1, M2. Yəni mənfi B plus kök altda diskriminant bölü A. Burada da çıx qoyuruq. Mənfi B çıx kök altda diskriminant bölü A. B'si nədir? A, B, C. B'si mənfi 4 çıxılsın. Üstə gəlsin. Kök altda 256, yəni 16. Bölünsün 2 dənə mənfi 3. Uşaqlar, 12-ni mənfi 6-ya böləndə eləyir mənfi 2. Kökün birini tapdıq mənfi 2. İndi o birisini hesablayaq. Hesablamayaq. Bir daha bura çıx qoyacaq uşaqlar. Mənfi 4 çıx 16 bölünsün 2 dənə mənfi 3. Eləyir mənfi 20 bölünsün mənfi 6. Mənfilər gedir. Bunlar da 2 ixtisar gedir. Qalır 10 bölü 3. Yəni 3 tam 3-də 1. Uşaqlar, 2 dənə kök tapdıq. Mənfi 2 ilə 3 tam 3-də 1. Kökləri bura qeyd edirəm. Birinci kiçiyi sonra bölü. Aha, mənfi ilə başlayır deyə mənfi ilə başlayıram. Baxın, yazıram. Mənfi, müsbət, mənfi. Niyə mənfi ilə başladım? Çünki ifadə mənfi ilə başlayır. Bizdən mənfi aralıq istəyir deyə görürsünüz mənfi. Ona görə mənfiləri seçirəm. Olur uşaqlar. 3 tam 3-də 1-dən böyük, bir də nə? Mənfi 2-dən kiçik. Gəlin ən yuxarı qırmızı ilə yazım. Oldu uşaqlar, 3 tam 3-də 1-dən böyük. Bir də mənfi 2-dən kiçik. Axı bayaq qırmızıya almışıq. Görün nə tapmışıq? Tapmışıq ki, mənfi 2-dən böyük olmalıdır. Mütləq şəkildə. Bax, axı A-sı müsbət olmalıydı. Deməli, mənfi 2-dən kiçik olan hissəni götürmürəm. Axı biz tapmışıq ki, mütləq mənfi 2-dən böyük olmalıdır. Deməli, bircə dənə hissə qalır. O da 3 tam 3-də 1-dən böyük hissə. Görün, hansı variantdır? A variantı. Diqqətli olun, qəşəng sual idi. 38-i dediyimizə görə 47-52. Uşaqlar, 47. Deyir, simmetriya oxunun tənliyi bu olan qrafikin təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Simmetriya oxu sözünü görən kimi x-i nə götürürdüm? M. Yəni deyir, m-i mənfi 3 olan. Bu x demək istəmir, m demək istəyir. Çünki simmetriya oxunda x m-dir. Deyir, m-i mənfi 3 olan qrafikin təpə nöqtəsi x-in üzərində yerləşir. Uşaqlar, nəsə x-in üzərində yerləşirsə, y nədir? 0-dır. Yəni, n-i nədir? 0-dır. Hamı başa düşdü? Axı, təpə nöqtə, yəni m-in x-in üzərindədirsə, yəni m-i var, amma y-i 0-dır. Yəni, n-i 0-dır. Bir dənə m-ə mənfi 3, n-ə 0 verəcəm. Tənliyi köçürək verək. M-i mənfi 3-ə bərabər eləməliyəm, n-ı da 0-a. M nə idi? Mənfi B böl 2A-nı mənfi 3-ə bərabər eləyəcəm. N nə idi? 4AC çıx B kvadrat bölünsün 4A-nı 0-a bərabər eləyəcəm. Burada mənfilər gedir. Qalır B bölünsün 2A bərabərdir 3. Bir dəqiqə. A, B, C. Hamı görürmü? B-nin yerinə yazıram M çıx 1. A-nın yerinə yazıram 2 dənə 1 bərabərdir 3. Məxrəc yoxdursa 1 yazıram. M çıx 1 bərabərdir 6-ya. M-i tapıram neçə? 7. M həll olundu. İndi bunu həll edək. 4 dənə AC, A-sı 1-dir, C-si n-dir, B-nin kvadratı. Uşaqlar, M-i 7 tapdığıma görə gətirib M-in yerinə 7 qoyum. 7-dən biri çıxın, 6. 6-nın kvadratı bölünsün 4 dənə A. Yəni 4 dənə 1. Uşaqlar, sürəti aldım ki, 4n çıx 36 bərabərdir 0. Axı 0-ı nəyəsə bölsəm 0 eləyər. 4n bərabərdir 36, n bərabər olur 9-a. M-i 7-dir, n-i 9-dur. Cəmi neçədir? 16. Diqqətli olsa çox rahatdır. Ümumiyyətlə, simmetriya yoxu görən kimi m yazmalısınız. Təpə nöqtədə görürsünüzsə m-in. X-i kəsirsə x-i var, y-i 0-dır. Y-i kəsirsə y-i var, x-i 0-dır. 52-ci sual. X-in üzərindədirsə bunlar kökdürmü? Kök nə idi? İfadəni sıfıra çevirən bir şey. İfadəni sıfıra çevirən bir şeyləri yazacağıq. 52. Birinci fx-i yazaq. Yazıram fx. Fx-in köklərini bir dənə qırmızı ilə eləyirəm. Baxın, görün. Fx-in köklərinin mənfi 5 ilə mənfi 1 olduğunu görə bilirsiniz. Kök mənfi 5 idisə, vuruq x üstə gəl 5 idi. Kök mənfi 1 idisə, vuruq x üstə gəl 1 idi. Yazıram. Və üzü yuxarıdırsa qabağında müsbət yazıram.
Yazıram ki, müsbət x üstə gəl 5 vurulsun x üstə gəl 1. Alınır x-in kvadratı üstə gəl 1x, üstə gəl 5x, üstə gəl 5. O da olur x-in kvadratı plus 6x üstə gəl 5. Bunu qurduq, bu belə. Birinci tənliyi yəni qurduq. Amma A-nı nəzərə almadıq uşaqlar. Baxın, heç biz A-ya qiymət filan vermədik. Çünki bilmirik axı. İndi gəlin ikinci tənliyi quraq. Göynəklə ya da yaşılla göstərim. Bunun sıfırı verilməyib. Bunun nəyi verilib? Təpə nöqtəsi verilib ki, 3-dür. Təpə nöqtə uşaqlar. Gəlin yazıram. İndi CX yazacam, görəsiniz. Təpə nöqtə ilə necə tapırdım? X sıx m-in kvadratı üstə gəl n. Bunun da qabağında A olur. İstəyirsiniz A-nı yazaq. Necə bunun da A-sı var idi. Yazmadıq. Bilmədik deyə yazmadıq. Bunu da bilmirik deyə yazmırıq. Uşaqlar, təpə nöqtənin X-i 3-dürsə, Y yoxdursa, deməli 0-dır. X-in üzərindədirsə uşaqlar, X-i var, Y-i 0-dır. İndi üçünə də təpə nöqtəsinin M-inə 3 veririk. Uşaqlar, yəni ifadənin M-i 3-dür. N-i də 0-dır. Gətirib burada yerinə qoyuruq. A vurulsun, x çıx 3-ün kvadratı üstə gəl 0. O da eləyir ki, bu 0-ı nəzərə almayın da. A vurulsun, x kvadrat çıx 6x üstə gəl 9. Uşaqlar, ikinci tənlikdə də bunu aldıq. Birinci tənliyin əmsalları deyir ki, A, B, C-dir. Baxın, A, bu elə A-dır, bu B-dir, bu da C-dir. İkinci tənliyin əmsalları deyir ki, D-dir, D-dir. Y-dir, bir də C-dir. Uşaqlar, onda heç nə. A-ları 1 qəbul edək, baş əmsallara 1 deyək. Baş əmsallara 1 deyək. Baxın, o A-ları yəni nəzərə almırıq. A-ların hamısına 1 deyirik və itirik. Çünki bizə konkret qiymət verir. Onda A-mız 1-dir, B-miz 6-dır, C-miz 5-dir. Burada A-mız nədir? A-mız 1-dir, B-miz, uşaqlar baxın, burada A demir, D, Y, C deyir. İndi burada D, Y, C yazaq. D, Y, C. D-miz 1-dir, Y-miz -6-dır, C-miz 9-dur. Uşaqlar, burada C-ni 5 aldıq, burada C-ni 9 aldıq. Axı deyir, ikisi üçün də var, deyir, C-nin ala biləcəyi ən kiçik qiyməti tap, yəni əkop. Həm 5-ə uyğun, həm də 9-a uyğun qiymət hansıdır? 45. Anladınızmı uşaqlar? Həm 5-ə uyğunlaşsın, həm də 9-a. Bilirsiniz niyə? Baş əmsal əlavə olunur da. Axı biz A-ların heç birində nəzərə almadıq. Həm 5-ə bölünən, həm də 9-a bölünən ədəd neçədir? 45. Deməli, 45 olsa həm bu tam əmsallı olar, həm də bu tam əmsallı olar. Sarı sual. Baxırıq 60, 63. Yenə Y-in üstündə nöqtə görürəmsə, Y-i var, deməli X-i 0-dır. X-a 0, Y-a 3 deyirəm. Deyər, A-dan B-yə qədər məsafə 4 cm-dir. B -3 ilə 0-dır. Uşaqlar, buradan bura maşın geriyə getsə belə, -3 bas, 0-dan -3-ə getsə belə, 3 km gedib, qırmızı ilə göstərirəm. Maşın 0-dan -3 nöqtəsinə gəlibsə, yenə 3 km gedib də, nə olsun geri gedib. AB də deyir 4-dür. Cəmi 4-dürsə, sol tərəfi 3-dürsə, bura 1 qalır, yəni bura da 1-dir. Buranı tapdıq 1. X-i 1-dirsə, Y-i nədir? 0. Gözləyin, düzəldim uşaqlar. Bunun X-i -3 idi, Y-i 0 idi. Bunun X-ini indi tapdıq ki, 1-dir, burası 0-dır. Biz də bilirik ki, heç uşaqlar sıfırları yazıb əksinə özünüzü çaşdırmasanız daha gözəl olur. Ehtiyac yoxdur, ehtiyac yoxdur. 3 ilə 1-ə uyğun tapdınız da 4 nöqtəsini bildiniz uşaqlar. 4 kilometri 3 ilə 1-ə uyğun böldüm. Sol tərəfi özü vermişdi. -3, sağ tərəfdə tapdım ki, 1 cm olmalıdır ki. Biz də demişik ki, X-in üzərində olan nöqtələr nə nöqtələrdir? Yazıram. Funksiyanı sıfıra çevirən nöqtələrdir. Yəni, kökün biri -3-dürsə vuruq, x üstə gəl 3-dür. Kökün biri 1-dirsə vuruq, x çıx 1-dir. Yazıram. X üstə gəl 3, x çıx 1. Uşaqlar, parabola üzü aşağıdır. Demək ki, qabağına nə yazacağım? Mənfi. Yazıram. Mənfi x kvadrat çıx x üstə gəl 3x çıx 3. Alınır mənfi x kvadrat üstə gəl 2x çıx 3.
Alınır mənfi x-in kvadratı çıx 2x üstə gəl 3. Həqiqətən yoxlayaq görək düzdür uşaqlar. Yuxarıda bir dənə nöqtə verib yoxlamaq üçün. X-a 0 verəndə görün y həqiqətən 3 eləyir? Eləyir. Demək ki düzdür. Deyir belə olduğu halda A-nı, B-ni, C-ni tapın. A mənfi 1-dir. Deyir çıx B. B mənfi 2-dir. Deyir çıx C. C də 3-dür. Bunları çıxaq da. Mənfi müsbət eləyir. Uşaqlar 2-dən 1-i çıxanda 1, 1-dən 3-ü çıxanda mənfi 2. Necə istəyirsiniz? Hansı ardıcılıqla istəyirsiniz çıxın. 2-dən 4-ə çıxanda mənfi 2 eləyir. Yəni son cavabımız mənfi 2. Sonuncu 63-cü suala keçək. Uşaqlar, belə tip suallarda diqqətli olun. Baxın, həm parabola verilib, qırmızı ilə göstərirəm. Həm də uşaqlar parabolanın B nöqtəsini, A nöqtəsini qaralayıb da, parabolanın üzərində olan nöqtələr budur. Çünki o ilə C parabolanın üzərində deyil. Deməli, bu nöqtələrə çox diqqətli olmalıyam. C-ni deyir ki, 6 ilə 0-dır. Uşaqlar, bu nöqtənin x-i 0-dırsa, x-i nədir? 6-dırsa, eyni x deyil. Deməli, bu nöqtənin x-i nədir? 6-dır. Amma y-in bilirəm? Yox. Deməli, y yazıram. Bildiniz uşaqlar, baba, bu 6 nöqtəsi deyil. 6 nöqtəsindən yuxarı qalxanda bunun da x-i yenə 6-dır. Amma y-ni bilə bilmirəm deyə, bilmirəm də orada nə durub. Ona y yazıram. İndi bəs bu nöqtəyə baxım. Bu nöqtə gəlirəm, x-i 0-dır, düzdür. Amma y-ni bilmirəm, y yazıram. Aydındır nə dedim? İndi başlayaq tənliyi həll etməyə. Tənliyimiz budur. 63-cü sual. Yazıram y bərabərdir. Mənfi x kvadrat üstə gəl 7x üstə gəl 8. Bunların ikisini də bura yazıram. Birində deyirik 0y nöqtəsi. Birində deyirik 6y nöqtəsi. İkisini də yazacağım. X-a 0 verəndə deyir ki, gəlin x-a 0 verək. Deyir 0 versəm y qalınacaq. 0 üstə gəl 0 üstə gəl 8 bərabərdir y. Deməli y neçədir? 8. Deməli uşaqlar buradakı y nə tapdıq? 8. Qaraladım, görün gördünüz onu. İstəyirsiniz başqa rənglə yazın. Qara nəylə yazım ki görəsiniz? Elə fosforla yazıram. Buraya yazdıq 8. Tapdıq 8 imiş ora. İndi bu bir tərəfə baxıram. Deyirik ki, indi də x-a 6 verəndə görək y nə olacaq? İndi x-a 6 veririk. Mənfi 36 üstə gəl 7 vur 6 üstə gəl 8 bərabərdir y. 42-dən 36-nı çıxın 6. 6-nın üstünə 8 gəlin 14. İndi y neçə tapdıq? 14. Deməli bu y-in yerinə nə yazacağım? 14. Uşaqlar x-a 6 verəndə y neçə tapdıq? 14. İndi sağ tərəfi silirəm. İndi trapeziyaya baxıram. Çünki axı trapeziyanın sahəsini istəyir. İndi sizə trapeziyanın epeynisini burada çəkirəm uşaqlar. Trapeziyanın burası 6 0 idi. Burasını tapdım 6 14. Burası 0 8. Bu da uşaqlar koordinat başlanğıcı deyil. Şəklə baxın. 0 0 nöqtəsidir. Hər şey çox rahatlıqla gözlə görünür. 0-dan 8-ə qədər neçə santimetrdir? 8 santimetrdir. 6 6 eynidir. 0-dan 14-ə qədər neçə santimetrdir? 14 santimetrdir. Trapeziyanın sahə düsturu, bu oturacaqların cəmi. Oturacaqlar bunlardır da, paralel olan xəttlərin cəmi. Böl 2 vur hündürlük deyil. Oturacağın biri 8 idi, böyüyü 14 idi. Böl 2 vur hündürlük. Hündürlük uşaqlar dikinə xətt deyil. Özü də verib, ama burada 90 dərəcə olduğunu verib. Hündürlük odur. Hündürlük indi görək uşaqlar 0, 6, 0, 0. Deməli 0-dan 6-ya neçə santimetrdir? 6 santimetr. Hündürlükdə 6-dır. 22-ni 2-yə bölün 11, 11-i 6-ya vurun 66. Deməli trapeziyanın sahəsi neçəymiş? 66. Diqqətli olsanız sadə sualdır. Sadə bölmədir. Ümumiyyətlə cəmi parabolanın 2 dənə düsturu var da. Ax kvadrat bx üstə gəl c. Bunu biz bərabərsizdə də çoxlu işləmişik, tənlikdə də çoxlu işləmişik. Bir də a vurulsun x çıx m-in kvadratı üstə gəl m. Bu 2 dənə düsturu tətbiq edib bölməni yaza bilərsiniz. Uğurlar.